Salam, mən Elşən. Bugünkü mövzumuzda trading nədir və necə istifadə edə bilərik, onu öyrənəcəyik. Qısa olaraq deyim ki, trading bizim bütün strategiyalarımızı, öyrəndiyimiz bütün məlumatları tətbiq edəcəyimiz yerdir. Analizlərimizi orada edəcəyik, marketin istiqamətini orada təyin edəcəyik, stoplarımızı, take profitlərimizi, hədəflərimizi orada təyin edəcəyik. Sonra artıq biz real balansda, MetaTrader-də yaxud da ki, fon hesablarında real əməliyyatlar açacağıq. Bu səhifənin linkini videonun aşağı hissəsinə, yəni qoyacağam. Siz rahatlıqla keçib, bir-bir, yəni hesab necə açmaq olar, sonra mobil tradinqi necə yükləmək olar, necə istifadə etmək olar, sonra notebook necə yükləmək olar, burada link var. Baxın, linkdən daxil olub rahatlıqla istifadə edə bilərsiniz. Hər biri şəkillə göstərilir. Sonra necə hesab açmaq olar? Baxın, burada ətraflı izah olunub, fotolarla göstərilib. Sonra necə yükləmək olar? Hər biri göstərilib. İçərisinin daxili izahı qısa olaraq göstərilib. Burada hər birindən rahatlıqla, yəni artıq hesab açıb trading və istifadə etməyə başlaya bilərsiniz. Tamam. Keçirik artıq içərisinə, tradingin içərisinə, yəni necə artıq istifadə edəcəyik, ona baxırıq. Okay, görünüş olaraq belədir. Burada tam sıfırdan başlayacağım. Hər birini izahlayacağım. Hər bir. İlk öncə onu deyim ki, baxın, narahat olmağa ehtiyac qətiyyən yoxdur. Yəni trading internetdə görsənə bilər və yaxud da fərqli yerlərdə görsənə bilər ki, çox çətindir. Ümumiyyətlə, yəni təbii ki, asan deyil. Heç bir işdə, yəni heç bir iş asan olmadığı kimi trading də çox çətindir. Amma yəni mümkünsüz deyil. Siz də rahatlıqla öyrənə bilərsiniz. Öyrənmə ərəfəsi tradingdə inanın ki, çox sadədir. Çünki bol mövzuya ehtiyac yoxdur. Müəyyən bir əsas mövzuları bildikdən sonra siz rahatlıqla trade edə bilirsiniz. Proses, yəni trading çətinliyi öyrəndiyi məlumatlarda deyil, onu necə tətbiq edəcəksən, orada başlayır. Çünki işin içərisinə psixologiya girdikdə biraz, yəni bunu təbii ki, real əməliyyatda açanda görəcəksiniz. Çox fərqli bir yerlərə keçir. Yəni biliyin ola bilər ki, yetərlidir, amma tətbiqdə sıxıntı yaşayırsansa, bu sənin üçün sıxıntı ola bilər. Yəni ona görə deyirəm ki, öyrənmə ərəfəsi çox rahat olacaq. Amma sizdən istədiyim nədir? Təbii ki, dərslər ev tapşırığı olacaq. Gələcək dərslərdə görəcəksiniz. Sizdən istədiyim sadəcə çoxlu çalışmağınız və bütün suallarınızı ya yorumlarda, ya da Telegram kanalımıza keçib oradan mənə birbaşa yazmağınızdır ki, o suallar cavabsız qalmasın. Və yenə deyirəm ki, yəni səmimən deyirəm ki, narahat olmayın. Yəni bu sözün arxasında yatır ki, baxın, bütün hər çətinliyimizdə mən yanınızda olacağam Allahın izni ilə. Tamam. Soldan başlayırıq. Baxın burada bir-bir izah edəcəm. Buradan belə gedəcəyik. Sonra alətlər bölməsi. Baxın, ilk öncə burada bizim yəni adımız, hesabımız artıq burada göstərir. Dil dəyişmək rahatlıqla göstərir. Mən normalda buranı bağlayıram ki, ekran daha böyük olsun. Çizimlər paneli. Bura məndə bağlı olur. Siz də təbii ki, bağlaya bilərsiniz. Çıxış etmə yeri də buradır. Bura çox sadədir. Tamam. Solda baxın, bizim ən çox istifadə edəcəyimiz yer bu sol alətlərdir. Bizim köməkçi alətlərimiz. Mən hansıları istifadə edirəm, onları göstərəcəm. Baxın, burada belə bir mənim köməkçi alətlərim çox, yəni artıq hər dəfə keçməyə ehtiyac yoxdur burada. Rahatlıqla istifadə edəcəm, yəni yaxınlıqdadır. Bunu necə edirik? Deyirəm ki, burada istifadə edəcəyik. Mən hansılarda yəni çəkirəm, siz də onlardan istifadə edə bilərsiniz. Amma təbii ki, özünüz baxın, fərqlilər də köməyinizə gələcəksə, onlardan istifadə edə bilərsiniz. Trend çizgisi ulduzladıqda artıq birbaşa bura gəlir. Baxın, sildikdə deyirəm ki, buradan getdi. Ulduzladıqda artıq gəlir. Bunu istədiyiniz yerə qoya bilərsiniz. Bu sizə rahat olsun. Sonra hansından istifadə edəcəyik? Baxaq bir-bir. FIV düzəltməsi var. Bundan standart sapma kimi yəni çox istifadə edəcəyik. Önəmlidir. Sonra baxın burada yəni mənim istifadə etdiyim bir şey yoxdur. Sizə də məsləhət görmürəm. Yəni gördüyüm bir şey yoxdur. Alış və satış pozisiyası. Bu ən çox istifadə edəcəyimiz yəni toollardandır. Bu necə istifadə olunur? Gəlin ona baxaq. Alış və satış pozisiyası nədir? Deyirəm ki, biz əməliyyat açmaq istəyirik. Əməliyyatı necə açırıq? Baxın, gəlin burada göstərir. Hal-hazırki market buradadır. Tamam, buranın tam deyirəm ki, biz buradan marketin qalxacağını təxmin edirik. Tam olaraq bura bir rəngini dəyişim. Tam olaraq buradan artıq əməliyyatı daxil edirik. Stopu təyin edirik swing low-a. Bunu sonradan öyrənəcəksiniz. Belə bir hədəfləyirik. Burada əsas məsələ nədir? Baxın, bu tool'un eninin uzunluğunu, eninin bir önəmi yoxdur. Uzunluğu da nəyə əsasən önəmlidir? Sağda olan rəqəmlərə əsasən. Bunlar fiyatın
Yəni qiymətin getdiyi yerlərdir. Əsas mövzu burdadır. Biz bu qiymətləri keçib, yəni bu rəqəmləri keçib artıq TradingView-da yaxud da fon hesablarında yazacağıq. Tamam, bizim gözlədiyimiz situasiya nədir? Əgər market buradan artıq yuxarı hissəyə qalxırsa, baxın bu hissəyə qalxıb çatırsa tam olaraq bu hissəyə, yəni bu hissə dediyimdə sağda olan rəqəm, bu rəqəmə çatırsa artıq biz take profit, yəni uğurlu əməliyyat açmış oluruq. Uğurlu əməliyyat. Yox əgər ki aşağı düşüb, yəni bura stop olursa artıq uğursuz olmuş oluruq. Bu da necə baş verir? Deyirəm ki, biz burada $100 əməliyyat daxil etdik. Əməliyyata $100 daxil etdik və market başladı qalxmağa. Tamam, qalxırsa okey, burada olur $105, $110, $200, $300. Bunlar necə görürük? Burada 2.24 var, risk rewardable deyilir, yəni risk ödülü. Yəni sən bir qoyub 2.24 qatını götürəcəksən. Yəni $100 qoyub bunu tam 2 eləyə deyirəm ki, 2 qatını götürəcəksən. Bitirsən amma sadəcə $100 götürəcəksən. Qazansan $200 qazanmış olacaqsan. Qalxdıqca market bura toxunduğu anda sənin $200 qazanmış olursan. Yox əgər, bunu siləm bir dəqiqə. Yox əgər market deyirəm ki, buradan sən aktivləşdi, qalxdı 150, 130 belə artıq hərəkət edir. Sonradan artıq düşürsə, yəni bu toxunduğu anda bu hissəyə, bu hissə deyirəm də əsasən sağdakı olan rəqəm yəni o fiyata toxunduğu anda sən $100 itirmiş olacaqsan. İşləmə prinsipi belədir. Bu alış pozisiyasıdır, yəni qalxış yönlü. Bu isə satış pozisiyasıdır. Məntiq olaraq tam eynidir. Tamam. Sonra burada baxırıq, başqa varmı? Yox. Keçirik, mən istifadə etdiyim fırça var burada. Bundan çox istifadə edirəm. Siz ev tapşırığı olaraq swing bölgələri təyin etmək üçün önə çıxarıcı istifadə edəcəksiniz. Onları da ulduzlayın. Sonra dik dörtgen var burada. Onu ulduzlayın. Sonra dosya konumu, yəni buradakı adlardan deyirəm ki, birbaşa rahat tapa biləsiniz. Sonra bunu istifadə etmirəm. Çoxlu çizgi var. Onu ulduzlayın və əyri. Bunu istifadə eləməsəniz də olar, sıxıntı deyil. Çoxlu çizgi. Ulduzlayın zəhmət olmasa. Sonra burada istədiyiniz mətni yaza bilirsiniz. Baxın, istədiyiniz mətnin üzərinə yaza bilirsiniz. Okey, buradan artıq siz özünüzü motivasiya eləmək üçün ikonlardan da istifadə edə bilərsiniz. Okey, yorumlar da yaza bilərsiniz. Baxın, buradan artıq əməliyyatın üzərində yorumlar, notlar və yaxud da fərqli bunu özünüz artıq rahat baxın. Bu maqneti daim aktiv saxlamağınız yaxşıdır. Nəyə görə? Deyirəm ki, biz bu xətti çəkmək istəyirik. Artıq bu swing bölgənin üzərinə gətirdikdə birbaşa özü artıq swing bölgəni tutur. Yəni bu bizim üçün yaxşıdır. Tamam. Sonra keçirik əsas mövzuya. Bu ekranda gördüyümüz qrafikdir. TradingView-nun qrafiki. Buna şamlar deyirlər. Məndə rəngləri fərqlidir. Yaşıl və qaradır. Yaşıl şamlar qalxış, qara şamlar düşüş göstərir. Sizdə yaşıl qırmızı olacaq. Çıxıntılar isə fitil bölməsidir. Tamam. Bu hər bir şam bir zamanı ifadə edir. Hansı zamanı? Baxın, burada olan, deyirəm ki, hal-hazırda məndə 1 dəqiqəlikdədirsə, 1 dəqiqəni istifadə edir, 3 dəqiqədirsə, 3 dəqiqəni göstərir, 4 saatlıqdırsa, yəni bir şam 4 saata yaranmış olur və yaxud da günlükdürsə, bir şam 1 günə yaranmış olur. 5 dəqiqədirsə, deyirəm ki, bir şam yenə 5 dəqiqə yaranmış olur. Bunu necə təyin edirik? Baxın, buradan açıqda hər zaman istifadə edəcəyimiz, yəni mən özüm ən çox istifadə edirəm. Burada dəqiqələr də açaq. Okey. 1 dəqiqəlik, 3 dəqiqəlik, 5 dəqiqəlik, 15, 30, saatlıq, 4 saat, günlük, həftəyə də istifadə edə bilərsiniz. Mən həftəliyə baxmıram. Ən çox yəni günlüyə baxıram. Okey. Bunları ulduzlayıram ki, artıq hər dəfəsində belə açıb keçmək əvəzinə birbaşa burada rahatlıqla keçid edə bilərəm. Tamam. Yenə dediyim kimi bu bir şam hansı zaman dilimdədirsə o zaman dilimdə yaranmış olur. Okey. Sonra baxın, sağda burada qrafik mumlarıdır. Yəni içi boş mumlar və yaxud da fərqlisi. Burada sizdə premium deyilsə, yəni ancaq içi boş mumlar, sonra mum qrafikləri və yaxud da yəni hər birini göstərməyəcək. Amma hələ ki mum qrafiklər, yəni bizim ən çox istifadə edəcəyimiz budur, mum qrafiklər. Buradan çox. Sonra keçirik, baxın burada göstəricilər bölməsi. Burada indikatorlarda istifadə edəcəyimiz bölmədir ki, normalda mən indikatorlarda yəni istifadə etməməyə çalışıram. Etdiyim indikatorlarda bunlardır, yəni sadəcə Power of Three üçün, bu da yazmaq üçündür, yəni xüsusi bir şeylər deyil. Tamam, yəni birbaşa siqnal göstərən indikatorlardan qətiyyən istifadə etməməyə çalışıram.
Sonra alarm bölməsidir. Bu heç bir ehtiyacı yoxdur. Yəni bizim üçün mən istifadə etməmişəm deyə sizə də məsləhət görməyəcək. Yenidən oynat bölməsi sizdə Pro olduqda belə olacaq. Artıq kəsə bilirsiniz. Backtest eləmək üçün, keçmişə baxmaq üçün. Sonra baxın, bu sağ hissədən, yəni qrafiki yuxarı, aşağı tərpədə edə bilmirsinizsə, sağ hissədə fiyat bölməsinə biraz yuxarı, biraz aşağı tərpətdikdən sonra artıq qrafik rahat hərəkət etdirə bilirsiniz. Sonra buradan artıq sıfırlaya da bilərsiniz birbaşa. Sonra buraydan bitdikdən sonra, bura bitdikdən sonra keçirik bu bölməyə. Baxın, bu bölməni açdıqda bizim ən çox istifadə elədiyimiz pariteləri bura rahatlıqla, yəni yığa bilərsiniz. Sizdə bura uzun olacaq böyük ehtimal. Bir-bir silə bilərsiniz. Misal üçün, mən qızılı istifadə eləmirəm, Bitcoin-ə də az baxıram. Buradan artıq ulduz, daha doğrusu plus işarəsini tıklayıb buradan da edə bilərsiniz. Buradan da edə bilərsiniz, hər ikisindən də. Buradan da parite bölməsi. Parite nədir? Baxın, sizə demişdim ki, mən evro alıb dollar satacağam, evro USD və yaxud da Nasdaq və yaxud da ki, qızılın, dolların qarşılığı. Ora, bura, yəni o həmin dediyim hissə buradır, parite bölməsi. Buradan artıq deyirəm ki, evro USD biz trade eləmək istəyirik. 2 brokerlərdən istifadə edə bilərsiniz. Baxın, bura evro USD yazıqda çoxlu brokerlər çıxır. Bu sağda yazılanlar brokerlərdir. Forex.com və o anda mən adətən bu ikisindən istifadə edirəm. Ən çox Forex.com-dan. Tamam. Sonra artıq yəni o plusla əlavə edə bilərsiniz. Bura deyirəm ki, evro USD. Bura plusa tıkladıqda artıq avtomatik olaraq bura gəlmiş olacaq. Sonra bu hissələrdə yenə dediyim kimi çox da istifadə etmədiyim lazım bölmələr deyil deyə buna çox baxmıram. Sonra keçirik ekranın rəngini necə dəyişə bilərik ona baxacağıq. Buradan ayarlar bölməsinə tıkladıqda, baxın ayarlar bölməsinə tıkladıqda belə bir bölmə gələcək. Simvol bölməsi. Deyirəm ki, mən necə eləmişəm? Yaşıl, sonra qara. Burada istədiyiniz kimi, yəni fitillərin rəngin, deyirəm ki, burada baxın, fitillərin rəngin, yaxud şamların rəngin istədiyiniz kimi edə bilərsiniz. Yəni bu artıq sizin zövqünüzə görə dəyişir. Sonra fitilin rəngini deyirəm ki, buradan istədiyiniz kimi edə bilərsiniz. Təbii ki, bu sizin zövqünüzə görə dəyişir. Sonra durum çizgisi. Burada loqo görünsün, görünməsin. Yəni bu çox da xüsusi bir bölmə deyil. Yəni istifadə eləmirik burada. Sonra burada arxa planın rəngi. Sizdə böyük ehtimal ki, belə olacaq. Katı seçirik buradan. Sonra bir rəng. Məndə fərqli rəngdir, amma siz təbii ki, istədiyiniz rəng seçə bilərsiniz. Qara edə bilərsiniz, belə edə bilərsiniz. İndi öz gözünüzə uyğun hazırlaya bilərsiniz. Klavuz burada mən normalda dikey yatay olur normalda. Bunun rəngi verməmişəm deyə görsənmir. Mən heç bir istifadə eləmirəm. Sizdə olacaq, yəqin görəcəksiniz onu avtomatik. Sonra burada başqa bir şey görün varmı? Yəni yoxdur. Gördüyüm başqa bir şey xüsusi burada bir şey yoxdur. Bir dəqiqə baxaq. Yəni istifadə etmək üçün yəni bizə lazım olacaq xüsusi bir şey görmədim. Bir də nədir əsas? Belə bir şablonlar əlavə edə bilərsiniz. Deyirəm ki, siz rəngi düzəltdiniz, istədiyiniz rəngi düzəltdiniz, amma hər an dəyişə bilərsiniz. Buradan artıq şablonlar yeni adla sakla edib save edə bilərsiniz. Misal üçün, məndə belə bir şablonlar var. Deyirəm ki, baxın, burada belə edə bilərik. Bir dəqiqə. Tamam. Belə bir rəng. Sonra ən çox belə bir rəng var. İstifadə etdiyim. Yəni artıq öz gözümə yoxlandı. Yaxud belə bir rəng olanı var. Son vaxtlar belə istifadə edirəm. Bununla siz rahat şəkildə istifadə edə bilərsiniz. Sonra, baxın, bu aşağı hissədə, buranı açdıqda belə bir bölmə gələcək. Biraz yuxarı qaldıranda, yaxud da buradan böyüdəndə belə bir bölmə gələcək. Paper hesab. Bu TradeVate-də, yəni bu MyFutures fonundan istifadə edən zamanı buradan istifadə edəcəksiniz. Paper hesab aktivləşdirmək çox önəmlidir. Çünki biz demo hesabda işləyəndə çox köməyimiz gələcək. Bunun üzərinə bir dəfə tıklayırsınız. Orada hesab açmaq çox rahatdır. Çox rahatdır. Yəni onu görəcəksiniz. Adınızı, soyadınızı yazdınız, yaxud da heç ehtiyac olmayacaq. Birbaşa paper hesab açılır. Bu nədir? Və yaxud necə istifadə edirik? Baxın, istifadə qaydası çox sadədir. Deyirəm ki, alış və yaxud da satış pozisiyasını təyin etdik, stopu təyin etdik. Sonradan bunları onsuz da göstərəcəm, narahat olmayın. Sağ klik etdikdə, baxın, sağ klik etdikdə burada limit əmri oluştur yaranır. Artıq siz əməliyyata daxil ola bilirsiniz. Yəni demo pulla trading bölümünün üzərində birbaşa əməliyyat açmış olursunuz. Deyirəm ki, 250 dollar risk elədiniz. Stopunuz buradadır, özü avtomatik qoyur. Take profitiniz buradadır, limit əmriniz buradır. Deyirəm ki, 250 dollar risk elədiniz.
1.5'ə açdınız, yəni qazandığınız, itirdiyiniz məbləğ hər biri itirdiyiniz məbləğ $250, qazansanız $375. Əgər ki, bu hissədən market gəlib take profit nöqtəsinə toxunduğu anda, yəni bu hissəyə toxunduğu anda $375 qazanmış olacaqsınız. Tamam. Bağlama, yəni burada sat və yaxud da al. İndi aşağı yönlü deyə sat tıkladığımda artıq əməliyyat aktivləşmiş olur. Bu həftə sonudur deyə böyük ehtimal ki, bura aktivləşməyəcək. Tamam. Sonra Nasdaq var, S&P var, yəni Euro USD var. Mən çox Euro USD və Nasdaq trade edirəm. Okay. Sizin suallarınız varsa yorumlarda yazın. Dediyim kimi tam sıfırdan ən irəli səviyyəyə qədər tradinqi daha dərindən əlavə məlumatlar olmadan sizə əsas olan məlumatlarla dərindən öyrənəcəyik. Sağ olun, Allah'a emanet.